Kompüteri sürətləndirməyin 3 əsas yolu. Birinci yol klaviaturadan Windows və R klavişlərini birgə basaraq açılan pəncərədə temp sözü yazılır. Daha sonra oka basılır. İcazə veririk və burada olan bütün faylları Ctrl-A klavişi vasitəsilə hamısını birlikdə silirik. Yenidən yenə Windows R klavişlərini birgə basırıq. Bu dəfə temp sözünün əvvəl və sonuna faiz işarəsi əlavə edirik. Yenə açılan pəncərədə bütün faylları silirik. Üçüncü qayda isə yenə klaviaturadan Ctrl-Shift və Escape düymələrini, yəni klavişlərini birgə basaraq buradan tez başlatmanı açırıq. Buradan hansı proqramlar kompüter açılan zaman açılırsa, onların qarşısına disable basırıq. Mən məsələn özümə uyğun olanları aktiv etmişəm, digərləri isə aktiv deyil. Yəni sizə lazım olmayan proqramları buradan deaktiv edirsiniz. Seçirsiniz və üzərinə sağ düyməni klikləyirsiniz, buradan disable seçirsiniz.